Biz bir neçə markanın Azərbaycanda rəsmi nümayəndəsi olduğumuza görə davamlı olaraq bizə Almaniyadan və başqa dövlətlərdən qonaqlarımız gəlir, nümayəndələr gəlir və müxtəlif mövzularda onlarla müzakirələr aparırıq. Bəzən gəlib bizim vitrinində müxtəlif yağları görürlər, Alman istehsalı olan yağları. Bax götürürlər, baxırlar. Mən soruşuram ki, sən bu Alman yağının haqqında fikriniz nədir? Deyir, bu Alman yağını tanımıram. Digər yağı göstərirəm, tanımıram. Məsələn, başqasını tanıyır və tanıdığı və tanımadığı yağ haqqında da heç bir emosional söz bildirmir, fikir bildirmir, mənfi söz bildirmir. Amma təsəvvür eləyin ki, bir yağ reklam olunur. Hər hansı adam girib bir orada şərh yazır. Çox bir radikal formada şərh yazır. Ya baxırsan ki, adam indiyə kimi 1 litr olsun yağ istehsal eləməyib. Azərbaycana yağı da bu gətirməyib. Bu sadəcə satıcıdır. Bu gün bu yağı satır, sabah o bir yağı satır. Yəni bunun uğuru, fəxri o vaxt olardı ki, bu adam məsələn deyim bir yağ istehsal eləyərdi, bir nailiyyəti olardı. Heç bir yağ istehsal eləməyən, adını belə düzgün yaza bilməyən adam çox asanlıqla girib yağ haqqında yazır ki, bu yağ məsləhət deyil, plan məsləhətdir. Sən sadəcə satıcısan. Sən bu gün bu yağı satırsan, başqa gün başqa yağı satarsan. Sən bu yağı heç Azərbaycana gətirən də deyilsən. Sən sadəcə satıcısan. Sənin işin satdığın məhsulu reklam eləyib müştərilərə təqdim eləməkdir. Sən qlobal markalara, sən böyük markalara fikir bildirə bilməzsən. Adamların 100 illik, 150 illik təkcə SRS-dən söhbət getmir. Əksər yağların bu qədər tarixi var, bu qədər istehsal gücü var. Sən də çalışmalısan ki, sənin sabah bir istehsal gücün olsun. Əgər bu yoxdursa, sən heç Azərbaycana məhsulu gətirə bilmirsənsə, sən satışla məşğulsansa, sənin işin sadəcə satdığın məhsulu reklam eləmək olmalıdır. Nəinki tanımadığım, bilmədiyim böyük markalar haqqında özünü ekspert kimi aparıb müəyyən fikirlər bildirmək.